Sumqayıt şəhərində əsən güclü külək bir sıra fəsadlara yol açıb. Hazırda 18-ci mikrorayon 6 saylı binanın qarşısındayıq və burada dam örtüyü uçaraq həyətə düşüb. Hazırda aidiyyəti qurumun əməkdaşları tərəfindən ərazidə küləyin fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir. Onu da qeyd edim ki, küləyin fəsadı tək 18-ci mikrorayonda deyil, şəhərin bir sıra istiqamətlərində də ciddi fəsadlar törədib. Sumqayıt şəhərində ötən gecədən başlayan güclü külək ciddi fəsadlara yol açıb. Şəhərin müxtəlif ərazilərində küləyin sürətinin artması nəticəsində çoxmənzilli binaların dam örtükləri qoparaq ətraf əraziyə səpələnib, maddi ziyan yaranıb. Yaranmış vəziyyət sakinlər arasında narahatlığa səbəb olub. Məlumatlara görə güclü külək elektrik təsərrüfatına da mənfi təsir göstərib, bir sıra küçə və yaşayış massivlərində elektrik xətləri zədələnib. Bəzi ərazilərdə isə enerji təchizatında müvəqqəti fasilələr yaranıb. Eyni zamanda internet əlaqəsində problemlər müşahidə olunub. Qaz xətlərində zərər gördüyü bildirilir. Müvafiq qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür. Güclü külək şəhərin 16-cı məhəlləsi ərazisində dəfə bir sıra fəsadlar törədib. Belə ki, dam örtüyünün aşağı düşməsi nəticəsində ərazidə elektrik naqilləri sıradan çıxıb, internet tamamilə kəsilib və ərazidə ciddi problem yaradıb. Güclü külək səbəbindən qopan metal konstruksiyalar, dam örtükləri və ağac budaqları həyət və küçələr üçün təhlükə yaradır. Bir çox sakin təhlükəsiz məqsədi ilə evlərindən çıxmaqdan çəkinir. Həyətlərdə ağaclar isə kökündən çıxaraq yol aşıb. Sumqayıt şəhər İcra Hakimiyyəti mövcud hava şəraiti ilə əlaqədar əhaliyə rəsmi müraciət edib. Müraciətdə sakinlərə zəruri olmadıqca evdən çıxmamaq, xüsusilə binaların həyətlərində gəzməmək, avtomobilləri binaların yaxınlıqda və ağac altında park etməmək tövsiyə olunur. Bildirilir ki, aidiyyəti kommunal və fövqəladə xidmətlər gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlərini davam etdirir. Hazırda şəhər arasında vəziyyət nəzarət altındadır. Aidiyyəti qurumlar tərəfindən dəymiş ziyanın miqyası dəqiqləşdirilir. Təhlükəli ərazilərdə operativ müdaxilə işləri aparılır. Sakinlərdən rəsmi qurumların xəbərdarlıqlarına əməl etmələri və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur. Nizami Rəsulov, Fərhad Ələkbərli, xüsusi olaraq Denas TV üçün.